Salam, hər vaxtınız xeyir olsun. Sualımıza gedirik. Xəritədə verilmiş dövlətlər arasında baş vermiş hadisəni müəyyən edin. Təbii ki, birincidə Osmanlı dövlətinin ərazisi göstərilib, Türkiyə ərazisi. İkincisində isə İtaliya, yəni Roma ərazisi verilib. İndi bunlar arasında deyir ki, baş vermiş hadisəni müəyyən edin. Burada xəritədə müəyyən oxşar cəhətləri olar. Birinci Balkan müharibəsi. Birinci Balkan müharibəsi Balkan ölkələrinin Osmanlı dövləti arasında olduğu üçün biri götürmürük. Üstlər İttifaqına daxil olmayıblar, bu ölkələrin əlaqəsi yoxdur. Burada Trablis müharibəsidir ki, 1911-12-ci illərdə baş verib və nəticədə Osmanlı dövləti İtaliya üzərinə qələbə, daha doğrusu İtaliya Osmanlı dövləti üzərinə qələbə qazanmışdı və Osmanlılar Şimali Afrikada olan, yeganə mülkü olan Liviyanı da, sonuncu mülkü olan Liviyanı da itirmişdilər. Deməli, sualın doğru cavabı C variantında verilib. İkinci Balkan müharibəsinin ola bilməz. İkinci Balkan müharibəsi yenə də bu Balkan ölkələri arasında olan Balkan İttifaqının yaranması da uyğun deyil. Uyğun cavabımız elə C variantında verilmişdir.